Oxumuş adam başqa. Necə ilə oxuyubsan? 12 il. Sonra da Harvard. Yaxşı. Maşın sürən oğlan. Qızla deyəndə zivri çıxdı. The boy driving car. The boy driving a car. İndi maşın sözünü çıxardıram. Sürən adam. Onda driving gəlir qabağa. The driving man. The driving man. Niyə? Bax, gedən adam və yaxud da ağıllı adam quruluş olaraq eyni anlayışdır. Hər iki halda bir adam var və bir də onun haqqında sifət olaraq bir fikir verirsən. Gözəl qız, qara maşın, gedən adam, ağıllı adam. Amma feili sifət özündən sonra həm də bir obyekt istəsə, obyekt nədir? Məsələn, alma yeyən qız. Alma, qız subyektdir, alma obyekti, amma burada cümlə yoxdur. Biz deyirik ki, yeyir, deyirik yiyən. Onda olur, onda qız gəlir qabağa, feili sifət, sonra alma. Xanım qız, deyin, kitab yazan adam... Emin Qulu müəllim. IQ ora qədərdir. IQ ora qədərdir, so. Mən necə deyim onda ya? Kitab yazan adam. Z adam writing a book. The man writing a book. The man writing a book. İndi kitab sözünü çıxıram, yazan adam. Onda writing gəlir qabağa. The writing man. Başa düşmədir? Bax, qulaq as, bir də deyirəm. Bax, belə izah edirəm. Əvvəl iki söz var. Yazan və adam. Tamam. Sifət adətən ismin önündə gəldiyi üçün German dillər qrupunda, bir dənə Latin dillər qrupunda isimdən sonra gəlir. Coche negro, qara maşın. Amma İngilis dilində, Alman dilində qabaqdadır. Nətər olacaq? Qara maşın, black car. Düzdür, artikl özüm demirəm. Burada artikl dayanıb. Və black car, düzdür? Qardaş, qara maşın və yaxud da gedən maşın, hər iki halda bu maşın haqqında bir təsvirdir. Yəni, ona bir veririk, vəziyyət bildirən bir söz, hal bildirən bir söz deyirik. Məsələn, deyək ki, yatan uşaq, gözəl uşaq, yatan uşaq, belə baxanda fərqi yoxdur. Hər iki halda biz onun vəziyyətindən danışırıq. Amma adi sifətə aid olmur bu. Feili sifətə obyekt də aid ola bilər. Məsələn, deyək ki, yiyən adam, alma yiyən adam. Başa düşürsən, Azərbaycanca örgəni bunu. O şeylər var, bunu İngilizcə yox, Azərbaycanca örgən ki, İngilizcə də dərk eləyəsən. Bax, yiyən adam iki sözdür. Yiyən bizdə harada gəlir? Öndə. Alma yiyən adam Azərbaycan dilində obyekt həmişə subyektdən elə. Məsələn, mən su içirəm deyirik, düzdür? Su içirəm. Bu ancaq bizim dildə belədir. Eating man, alma gəldisə ora, adam gəlir qabağa. The man eating apple.